Baxın, bir anlıq təsəvvür edin. Nəhəng banklar gedib inanılmaz dərəcədə riskli qərarlar qəbul edirlər və nəticədə bütün iqtisadiyyatı çöktürürlər. Bu nə deməkdir? Yəni milyonlarla insan işini, illərlə qəpik-qəpik yığıb aldığı evini, bütün həyat əmanətlərini itirir. Düzdür. Amma lüks şüşəli ofislərdə oturub bu fəlakətə birbaşa səbəb olan bankerlər necə? Onlara nəsə olurmu? İnanın mənə, onlar nəinki məsuliyyətə cəlb olunur. Əksinə, bütün cəmiyyət baş ayaq olarkən, onlar milyonlarla dollar bonuslarını ciblərinə qoyub, yaxtalarına doğru yollanırlar. Zərəri biz ödəyirik. Bəli, sən, mən, sıravi vergi ödəyiciləri, müəllimlər, kiçik sahibkarlar. Yaxşı, bəs niyə belədir? Niyə bizim həyatımıza ən çox təsir edən o böyük qərarları verən adamlar heç vaxt bunun fəlakətli nəticələrindən əziyyət çəkmirlər? Gəlin, bugün bu məsələnin lap dərinliyinə enək. Çünki bu video icmalımızda yaşadığımız cəmiyyətin ən böyük ədalətsizliklərindən birinin o pərdə arxası gizli mexanizmini tamamilə açacağıq. Bugün mürəkkəb sistemləri və o gizli qalan riskləri anlamaq üçün çox güclü bir bələdçimiz var. Məşhur mütəfəkkir, eyni zamanda real bazarlarda illərlə opsiyon trader olmuş Nassim Nicholas Taleb və onun Skin in the Game, yəni oyunda riskin olması adlı möhtəşəm kitabı. Bilirsiniz, Taleb sadəcə kabinetində oturan quru bir akademik deyil. O, illərlə maliyyə bazarlarında real pulla, real risklərlə işləyib və o rəqəmlərin arxasında təhlükələrin necə məharətlə gizlədildiyini hamıdan yaxşı bilir. Bu kitab cəmiyyətimizin dərinliklərdə niyə belə ədalətsiz hiss etdirdiyinin sanki riyazi və fəlsəfi bir sübutudur. Əgər siz də xəbərlərə baxıb bu dünyada nəsə kökündən yanlışdır deyə düşünürsünüzsə, inanın mənə, tam olaraq doğru yerdəsiniz. Gəlin elə birinci bölümdən, yəni gizli asimmetriya və ədalətsizlikdən başlayaq. Biz adətən cəmiyyətdə ədalətsizlik axtaranda hara baxırıq? Kimin nə qədər pul qazanmasına, gəlir bərabərsizliyinə, düzdür? Lakin Talib bizə göstərir ki, əsl problem, inanın mənə, tamam başqa yerdədir. Gerçək problem həyatımızı idarə edən o riskin necə paylanmasındadır. Bu gizli asimmetriya necə işləyir? Baxın. Bir tərəfdə qərarları, strategiyaları müəyyən edən çox kiçik, elit bir qrup var və bütün qazancı onlar götürür. Digər tərəfdə isə risk var, o qərarların yanlış çıxma ehtimalı və bu riski də bütövlükdə bizlər, yəni xalq daşıyır. Talib bunu çatışmayan təşviqlər adlandırır. Siyasətçi və ya banker qərarı verir, tutsa mükafatı, şöhrəti cibinə qoyur, yox əgər o qərar ölkəni və ya şirkəti uçuruma aparsa, risk atılır cəmiyyətin üstünə, həmin rəhbəri isə sakitcə gedir başqa bir yüksək vəzifəyə. Yəni adamlar heç vaxt uduza bilməyəcəkləri bir oyun oynayırlar. Qazansalar onlarındır, itirsələr bizim. Yaxşı, bəs bu asimmetriya həmişə belə olub? Qətiyyən yox. İkinci bölümə keçək. Hammurabi qanunu və qədim dünyanın bu problemə tapdığı həll. Gəlin sizinlə birlikdə 3800 il əvvələ qədim Babilə gedək. O vaxt mürəkkəb offshore hesablar, müasir bank sistemləri yox idi, amma insan təbiəti eyni idi. Bir inşaatçı ev tikəndə qazancını artırmaq üçün rahatlıqla materialdan kəsə, zəif təməl qoya bilərdi, elə deyilmi? Axı, müştəri evin divarının içini görmür. Bəs qədim Babililər özlərini bu gizli riskdən necə qoruyurdular? Çox sadə və sözün əsl mənasında amansız bir qanunla. Tikdiyin ev uçub kimsəyi öldürsə, sən də öləcəksən. Vəssalam, indi təsəvvür edin, sən o evi sən tikirsən və bilirsən ki, təməldə etdiyin kiçik bir səhvə görə sadəcə cərimə olunmayacaqsan, canından olacaqsan. Sizcə o dülgər materialdan kəsərmi? Əsla. Onlar nəinki işini normal görürdülər, hətta divarları ehtiyat üçün lazım olduğundan 2-3 dəfə qalın hörürdülər. Niyə? Çünki öz həyatları o divara bağlı idi. Bu, gizlədilmiş riskləri inşaatçının öz üzərinə qaytarmağın ən mükəmməl yoludur. Bax, məsələ burada biz skin in the game, yəni oyunda riskin olmasının əsl mənasına gəlib çatırıq. Bu, bəzilərinin dediyi kimi sadəcə gəliri bölüşmək deyil. Bu, ictimaiyyət qarşısında bir qərar verəndə və işlər tərs gedəndə onun bədəlini şəxsən öz canınla, cibinlə, reputasiyanla ödəməkdir. Talib burada çox maraqlı bir müqayisə aparır. Deyir ki, baxın, təkamül belə işləyir. Təbiətdə axmaq bir səhv edən heyvan dərhal məhv olur, gelofondan silinir, düzdür? Amma bizim müasir sistemdə necədir? Axmaq qərarlar verənlər şəxsi riskləri olmadığı üçün sağ qalırlar, üstəlik dövlət onları xilas edir və onlar da eyni səhvləri təkrarlayıb həyatımızı məhv etməyə davam edirlər. Elə isə 3-cü bölümə keçək. Müasir dövrün Bob Rubinləri kimlərdir? İndi gələk müasir dövrə.
Biz Hammurapi'nin o 3800 illik müdrikliyini təəssüf ki, çoxdan zibil qutusuna atmışıq. İndi nəhəng şirkətlər heç bir risk daşımadan dünyanı idarə edir. Taleb buna konkret bir ad qoyub. Bob Rubin ticarəti. Niyə Bob Rubin? Çünki o, Amerikanın ən böyük banklarından biri olan Citigroup'un rəhbərlərindən idi. İllərlə çox təhlükəli, riskli qərarlar verdi və buna görə də cibinə 10 milyonlarla dollar bonus qoydu. Hamı onu alqışlayırdı. Amma 2008-ci il böhranı partlayanda və o bank batmaq üzrə olanda nə oldu bilirsiniz? Dövlət, yəni vergi ödəyiciləri, o bankı ayaqda saxlamaq üçün milyardlar xərclədi. Bəs Bob Rubin o cibinə qoyduğu 10 milyonlardan 1 sent belə geri qaytarmadı. Sıfır şəxsi zərər. Fikir verirsiniz, bu sadəcə bir adamın hekayəsi deyil. Bu bizim bugün içində yaşadığımız qlobal iqtisadiyyatın pozulmuş kodudur. Və bu proses əslində bir sabit qazanc illüziyası üzərində qurulub. Təsəvvür edin, menejer böyük pullar qazanmaq üçün riskli addımlar atır. Amma o risklər o an partlamır. Qrafika baxın, illərlə hər şey əla gedir. Gəlirlər artır, adam təriflənir. Talib buna quyruq riskləri deyir. Yəni ehtimalı çox az olan, amma qaranlıq küncdə yığılıb qalan fəlakətlər. Və o fəlakət bir gün mütləq partlayır. O partlayış anında isə qərarı verən o menecerlər çoxdan lüks villalarında oturub uzaqdan mənzərəni izləyirlər. Geridə qalan o nəhəng xarabalığı təmizləmək isə yenə də bizim, yəni sıravi xalqın boynuna düşür. İndi isə gəlirik ən maraqlı hissəyə. 4-cü bölüm. İntellektual, amma idiotlar. Yaxşı, bəs bu qüsurlu sistemi ayaqda saxlayanlar, o cəmiyyətə ağıl öyrədənlər kimlərdir? Talib onlara çox sərt bir diaqnoz qoyub. İntellektual, amma idiot. Qısaca desək, iyi. Kimdir bu adamlar? Bahalı universitetlərdən diplom almış, beynəlxalq qurumlarda işləyən bəzi bürokratlar, akademiklər, jurnalistlər. Mürəkkəb sözlərlə danışırlar, amma əslində reallıqla zərrə qədər əlaqələri yoxdur. Ən pisi də odur ki, verdikləri məsləhətlərin bədəlini heç vaxt özləri ödəmir. Baxın, tutaq ki, Amerikada hansısa elit bir universitetdə oturan akademik minlərlə kilometr uzaqda, yaxın şərqdə demokratiya qurmaq üçün bir plan cızır. Müdaxilə olur, ölkə vətəndaş müharibəsinə girir, milyonlarla insan perik düşür. Bəs bizim o akademik nə edir? Gedib o fəlakət haqqında başqa bir məqalə yazır və yenə qonorar alır. Yəni onun üçün heç bir risk yoxdur, bədəli isə o uzaq ölkədəki günahsız insanlar ödəyir. Bu təbəqənin ən pis xüsusiyyəti nədir bilirsiniz? Onlar həmişə sizə yuxarıdan aşağı baxırlar. Elə bilirlər ki, adi fəhlə, sıravi vətəndaş özü üçün nəyin yaxşı olduğunu anlaya bilməz. Nə yeyək, hansı sözləri deyək, seçkilərdə kimə səs verək, hamısını bunlar diktə etmək istəyir. Və işdir, şayət cəmaət bunların istədiyi adama səs verməsə, dərhal başlayırlar ki, bəs demokratiya təhlükədədir, savadlılıq aşağıdır. Amma öz namizədləri qalib gələndə bu olur mükəmməl demokratiya. Öz məhdud dünyalarında yaşayırlar, amma hər kəsə necə yaşamağı öyrətməyə çalışırlar. Gəlin bir saniyəlik dayanaq. Sözsüz ki, təkcə qlobal siyasətdə yox, öz gündəlik həyatınızda, işdə, universitetdə belə insanlarla rastlaşmısınız, düzdür? Heç bir məsuliyyət daşımadan, kənardan ancaq ağıl öyrədən, işlər tərs gedəndə isə dərhal aradan çıxan adamlar. Aşağıda şərhlər bölməsində belə bir hekayəniz varsa mütləq yazın. Sizin real təcrübələrinizi oxumaq şəxsən mənim üçün çox maraqlı olacaq. Yeri gəlmişkən, əgər icmalımız bura qədər sizin üçün faydalı oldusa, o bəyəm düyməsinə klikləməyi unutmayın. Bu, YouTube algoritminin bu cür dəyərli videoları daha çox insana göstərməsi üçün çox vacibdir. Və gəlirik yekun 5-ci bölümə. Bütün bunları öz həyatımıza necə tətbiq edək? Biz bu sistemin necə işlədiyini anladıq. Bəs biz fərd olaraq nə etməliyik? Talib iş həyatındakı mövqeyimizi izah etmək üçün çox sarsıdıcı bir metaforadan istifadə edir. Ev iti yoxsa azad canavar? Baxın, hər gün eyni vaxtda işə gedən, müdirin hər kaprizinə baş əyən insan, isti ev və stabil maaş qarşılığında azadlığını satan əhliləşdirilmiş ev iti kimidir. Digər tərəfdə isə azad canavar var. Canavarın həyatı çətindir, ola bilsin hər gün tox deyil, soyuqda qalır. Yəni oyunda riski var, amma bir fərq var. O heç kimə baş əymir, öz həyatının ağası özüdür. İndi sual çox sadədir. Siz həyatda hansı rolu seçmisiniz? Bu metafora bizi Talibin ən həlledici fikrinə gətirir. O deyir ki, əgər sən maliyyə cəhətdən müstəqil deyilsənsə, mənəvi cəhətdən də heç vaxt müstəqil ola bilməzsən. Bunu bir düşünün. Ay sonunu tək maaşla güclə gətirən adam vicdansız müdirin qeyri-etik tapşırığına necə yox desin? Deyə bilməz, çünki edərsə ac qalacaq. Azad canavar olmaq üçün, o sistemi anında xeyr deyə bilmək üçün sənə güc lazımdır. Yəni, iqtisadi müstəqillik qazanmaq yalnız pul məsələsi deyil, dostlar. Bu bir məmanlı şəkildə ləyaqət məsələsidir. Şəxsi risklərini özün daşımaq sənin ən böyük mənəvi qalxanındır.
İcmalımızı yekunlaşdırmadan əvvəl sizə məlumat kirliliyindən xilas olmaq üçün qızıl bir qayda verim. Kimsə sizə çox həvəslə bir kriptovalyuta, aksiya ya da bir biznes məsləhət görür, ona nə düşündüyünü yox, portfelində, yəni cibində nə olduğunu soruşun. Sənə məsləhət bildiyi o işə öz pulunu yatırıbmı? Əgər səhv çıxanda bədəlini öz vaxtı, pulu, reputasiyası ilə ödəməyəcəksə, onun məsləhətinə heç vaxt qulaq asmayın. Çünki adamın oyunda dərsi, yəni skin in the game yoxdursa, dediyi sözün heç bir dəyəri yoxdur. Bugün biz Talebin bu dərin fəlsəfəsini birlikdə incələdik. Sonda isə mən sizi özünüzlə baş-başa buraxmaq istəyirəm. Bu axşam özünüzə bir sual verin. Həyatınızdakı hansı qərarlarda məsuliyyəti tamamilə öz üzərinizə götürüb azad bir canavar kimi davranmısınız? Və harda riskini ancaq sizin çəkdiyiniz, amma qazancını başqalarının apardığı o mənasız oyunun içindəsiniz? Bu barədə mütləq düşünün. Əgər bu video icmalımız beyninizdə yeni qapılar açdısa, kanala abunə olmağı və bu linki ətrafında nələrin baş verdiyini mütləq anlamalı olan bir dostunuzla paylaşmağı unutmayın. Öz həyatınızın risklərinə və mükafatlarına tam sahib çıxacağınız günə qədər. Hələlik.